Qusarın Balaqusar kəndinin yaxınlığından keçən Qusarsay məzrasını dəyişərək 6 evi təhlükə altında qoyub. Sakinlərin sözlərinə görə son 5 il ərzində çay təxminən 20 metr enində və 120 metr uzunluğunda torpaq sahəsini yuyub aparıb. Bu isə həm evlərin, həm də təsərrüfatların gələcək taleyi ilə bağlı ciddi narahatlıq yaradıb. Artıq çayla evlər arasındakı məsafə bir neçə metrə qədər azalıb. Sakinlər bildirirlər ki, çayın səviyyəsi qalxdıqca kənd cəmiyyəti üçün təhlükə kritik həddə çatır. Artıq bəzi torpaq sahələri tamamilə itirilib, bir neçə fərdi təsərrüfat isə uçqun riski ilə üz-üzədir. Neçə ildir ki, əziyyətlə, zülmlə ev tikmişik. Bizim bu çayın torpaq aparması, sürüşməsi demək olar ki, artıq neçə metrə torpağımız gedib. Hardasa 6-7 qonşuyuq, düz çayın qırağında yerləşirik. Hətta bizdən, bu gecə məsələn bizim torpağımız uçub, bizdən qabaq qonşunun artıq 6-7 metrə torpağı uçub gedib. Çayın istiqamətinin dəyişməsinə səbəb isə burada bəndlərin çəkilməməsidir. Sakinlər iddia edirlər ki, çayda möhkəmləndirmə və sahil bərkitmə işləri olmadığı üçün hər il eyni problem təkrarlanır və təhlükə daha da artır. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də problem hələ də öz həllini tapmayıb. O vaxtı burada 25 metrə qədər mənim yerimdən o tərəfdə torpaq var idi. Hamısı sökülür, gedir, hər il sel gəlir, aparır. İndi nə qədər şikayət eləyirik, bunu baxan yoxdur. Deyirlər ki, çəkəcəyik, damba çəkəcəyik, çəkən yoxdur. Məzahir müəllim var, su idarəsinə baxan rəhbərimiz. O söz verdi ki, 2025-ci ildə birinci kvartalda artıq bənd vurulacaq və hətta bildirdi ki, smeta da ayrılıb, artıq dövlət pulu da ayrılıb, yəni işlər tamamdır. 2025-ci ilin birinci kvartalı başa vurduq, may ayında yenidən müraciət elədik, bura çağırtdırmışıq, gəliblər, neçə dəfə baxış keçirdiblər, yenə də heç bir effekt yoxdur. Bu ilin təxminən bir ay bundan qabaq biz yenidən icra başçısının qəbulunda olduq. Yenə də bugün sabah bizim başımızı alladıb, bax belə yola salırlar. Məsələ ilə bağlı Qusar su meliorasiya sistemlərinin istismarı idarəsinə müraciət etdik. Qurumdan Xəzər xəbərə bildirildi ki, problemdən xəbərdardılar. Həlli üçün də tender elan olunub. Və bunu nəzərə alaraq biz 2025-ci ilin tədbirlər planında həmin ərazidə 100 vaqonometr daş beton bəndinin inşasını nəzərdə tutmuşuq. Amma bu işin icrası əsaslı təmir hesabına olunmalıdır. Hal-hazırda 2025-ci ilin sonuna kimi həmin iş icra olunmalıdır. Yəni icrasının gecikmə səbəbi, yəni tender qalibi hələ müəyyən olunmayıb. Onun layihə smeta sənədləri hazırdır. Yəni tender qalibi, yəni ehtimal olunan qiymətə görə hansı tender qalibi müəyyən olunarsa, əsas təmir hesabından ilin sonuna kimi həmin 100 vaqonometr daş beton bənd inşa olunmalıdır. Yəni bu ilin sonuna kimi? Bəli. Aidiyyatı qurumdan məsələnin ilin sonuna kimi həll olunacağı bildirildi. Emin Kərimov, İbrahim Kamiloğlu, Xəzər xəbər.